Salam dəyərli dostlar, hər birinizi salamlayıram. Bugün sizə çox maraqlı bir məlumat verəcəm. Bir danışanımda böyrəyində sağalma baş verib, indi özü də yanımdadır, danışacaq. Onun böyrəyində demək ki, iltihab var idi. İndi özü suallarımızı cavablandıracaq inşallah. Zeynəb xanım, buyurun. Hər vaxtınız xeyirli olsun. Mən də hamınızı salamlayıram. Mən də bugün bəzi nüansları burada açıqlamaq istəyirəm. Kamanın suallarına olduğu kimi cavab vermək istəyirəm və sizlər də istəyirəm ki, bu haqda məlumatlı olasınız. Siz nə üçün həkimə getmişdiniz birinci? Deməli, o haqda məlumat verə bilərəm. Bu haqda belə bir məlumat verə bilərəm ki, mən ümumiyyətlə heç vaxt böyrək ağrısı nədir bilməmişəm. Bir gün gecə hiss etdim ki, nəsə narahatam. Narahatam və gecə də məni prisip tutdu. Çox pis prisip tutdu. Mən bunu öz səhifəmdə qısa şəkildə bildirmişdim, danışmışdım bu barədə. Çox pis halda məni yoldaşım çatdırdı həkimə. Yəni açığı böyrək olduğunu bilmirdi. Son ana qədər bilmirdi. Sadəcə biz getdik ümumi yoxlanışa. Nərmənovda oksigen xəstəxanası var. Buradan o məlumat vermək istəyirəm sizə ki, lazım olanlar bilsin. Orada çox savadlı bir həkim var, Sokolenko soyadı. Yəni ürəklə sizə məsləhət görürəm. Kimdə Allah eləməmiş problem yaranarsa, mütləq yaxşı üzr istəyirsinizsə, doktor Sokolenkonun yanına gedə bilərsiniz. Neyse, məni yoxladı və sразу dedi ki, тебе сколько лет, neçə yaşım var, ora-bura. Dedi ki, sən bəs böyrəyin çox pis haldadır, dəhşət pis haldadır, həddindən çox iltihab var. Bəs yəni heç də yaxşı göstəricilər görünmədi. Təcili analiz verməlisən və çox təcili müalicəyə başlamalısan. Yəni zarafat eləmək olmaz, vəziyyət ciddidir. Neyse, mən çıxdım həkimdən, yoldaşımla getdi, analiz verdim. Analizlərim çox pis haldaydı, doğrudan da. Yəni bir ailəvi yaxınımız var, onu da buradan vurğulayacağıq. Sağ olsun, mənə çox kömək oldu həkim. Pərvanə xanım endokrinoloqdur, amma baxmayaraq ki, professiyası endokrinoloqdur, mənə çox böyük bir köməyi də idi onun da. Mənə göndərdi, bildirdi ki, hansı analizlər verməliyəm, nəyi yoxlamalıyım. Analizlərimi görən kimi həqiqətən şoka düşdük. Yəni bu nə haldır da? Yəni bu 2 gün, 3 gün halı deyil. Sən illərdir bu vəziyyətdəsən və sən bunu bilmirsən. Hətta anama belə bildirdi ki, vəziyyət çox pisdir. Hamı biraz narahat oldu, qorxdu. Yəni böyrə zarafat eləmək olmaz. Mütləq şəkildə təcili müalicəyə başlamalısan, öz ağır müalicə idi. Deyir ki, bir həftədən sonra analiz verirsən, bir həftədən sonra əgər sağalma ehtimalı az olsa, biz müalicəni davam edəcəyik. Yeganə mən idim ki, qızlar, nə yalan deyim. Yəni çox rahat şəkildə çıxdım xəstəxanadan, belə adi olmamış kimi. Hamı burada panikaya düşüb, bir də birinci yazdığım adam Kam oldu. Kama, bəs vəziyyət budur, diaqnoz budur, bir dənə mənə travmasını tap. Mən bildiyim ki, mənə travmasını tapmağa kömək etsə, mən dərdi haradasa biraz biləcəm. Nəysə, Kama mənə travma deyəndən sonra mənim duyğular da, düzdür? İnsan travma biləndən sonra öz həyatında baxır, harada o duyğuları hiss edib, harada yaşayıb. Zeynəb də ki, elə şeyləri maşallah tez tapır, göydə tutur. Sразу inanırsınız, elə bir nöqtəsinə də düşdüm də, точку попала, necə deyərlər. Sразу bildim, yəni harda işləmək lazımdır, nələr üzərində işləmək lazımdır. Hətta Kama etdim. Kama da mənə başqa bir suallar da verdi. Bəlkə bu da var, bəlkə bu da var. Dedim, yox, məhz odur. Yəni və burada açıqlamaq istəmir təbii ki. Bəli, travmanı burada açıqlamaq istəmirəm. Sən amma duyğusunu deyə bilərsən. Orada nə hiss eləmişdin? Orada böyük bir stres, qorxu, həyəcan. Onu da bildirmək istəyirəm ki, stresslərin də növü var. Stresslərin növü nədir? Məsələn, baxın, bir var, biz prosta əsəbləşirik. Məsələn, yəni biz qorxu hiss etdiyimizdə də, əsəb hiss etdiyimizdə də hamısına ümumi olaraq stres adlandırırlar. Əslində stresi biraz açmaq lazım. Məndə biraz başqa cür bir stres idi. Yəni doğrudan da mən sразу bildim ki, həyatda o səhnə gözümün qarşısına gəldi, baş verənlər gözümün qarşısına gəldi. Yoldaşıma da belə dedim, anama dedim, hamıya da, yəni kim ətrafında var, hamıya dedim travmasını. Nəysə, biz Kamanın seansı keçdi. Yəni mən çox əmin idim ki, bu düzələcək. Bir ay, 10 gün, 12 gün sonra anam məni sanki döyə-döyə apardı təzən həkimə ki, bəs mütləq yenidən üzə keçməlisən, mütləq yoxlanışdan keçməlisən. Siz inanırsınız, ən maraqlı səhnə Kama orada oldu. Deməli, həkim nəticə 70-ə yaxın yaşı var.
Məni çağırdı. Mən də mamamla getmişəm. Mamam gözləyirdi otaqda, digər otaqda məni. Keçdim Uziyə. İndi həkim Uzi ilə yoxlayır belə böyrəyimi. Deyir, açdı o sebebi var. Deyirəm, nüçü? Deyir, bəs niyə gəlmirsən? Deyirəm ki, bəs mən bir ay bundan qabaq sizdə olmuşam konsultasiyada. Siz dediniz ki, bir müddət sonra yenidən gəlin, yoxlanın uşaq. Siz inanırsınız, həkim mən belə baxır, deyir ki, səndə heç nə yoxdur axı. Deyirəm, belə üzüm bir anlıq çaşdım. Deyirəm, necə yəni heç nə? Qızdan soruşdu ki, bəs xanım əvvəldə nə olub, problemi nə olub, necə olub? Nəsə danışdı, köməkçisi ona dedi ki, bu problemləri olub. Məndə nə idi? İltihab yığılmışdı. Yəni bizim dilimizdə çix yığılmışdı böyrəyə. Nəsə xanım deyəndən sonra mən qalxdım ayağa, baxır mənə həkim, baxır aparata, baxır mənə həkim özü şokda idi. İnanırsan, mənə deyir ki, təsəvvür elə heç представь ничего нету. Deyirəm, necə yəni heç şey yoxdur. Özüm belə inanmıram, mamam da orada eşidir. Deyirəm, necə yəni heç şey yoxdur? Deyir, yoxdur. Deyirəm, вообще ничего нету. Deyir, вообще. İndi gəlmişəm, mamam baxır mənə, mən mamama, baxır həkimə, biraz belə şübhəli gəlir də bizə. Deyir ki, bəs belə. Sonra mamamda uzi olmadı. Mamamda bəzi ağrılar var idi. Mamam uzi oldu, belə. Mamama bəzi qadağalar qoydu. Bunu yemək olmaz, o olmaz, bu olmaz. Sonra ona mamam bir söz işlətdik amma. Yadımda deyil, nə söz idi? Həkim qayət dedi ki, belə bir söz dedi. Milaya moya, все идет отсюда. Yəni doğrudan da bizim bütün xəstəliklərimizi biz özümüz yaradırıq sanki. Yəni estağfurullah, bunu pis, bəli, duyğularımızdan yaranır da sanki belə düşüncələrimiz. Məsələn, adi elementarlı əsəbləşirik, deyirik ki, əsəbləşdim, başım ağrıdı, nə bilim, oram ağrıdı, buram ağrıdı və yəni bu ona gətirib çıxardır ki, biz özümüz hər şeyi yaradırıq. Nəysə, bu skamaz seansında mən nə qədər danışdım. Yəni sözüm buradan odur ki, həqiqətən də doğrudan da Allaha şükürlər olsun. Allaha min şükür, Allahın yəni istəyi ilə, komanın köməyi ilə doğrudan da mən sağaldım. Təsəvvür heç nə qalmadı da. Hətta Pərvanə xanım, doktor Pərvanə xanım da özü belə vallahi şokdaydı. Canlı da biz ona görüşdük. Deyirəm, doğrudan heç nə yoxdur. Bu formada inanmağa gəlmir də. Yəni, belə tez bu halda, yəni doğrudan da vəziyyətim kritik idi. Həqiqətən kritik idi. Yəni biraz narahatçılsan, bir var belə elə, amma mən doğrudan kritik vəziyyətdə idim. Sualım var. Müalicə yazmışdı yəqin həkim. Həkim yazmışdı, bəli, mən müalicəni elədin də. Bəli, elədim. Mütləq seanslarla birlikdə müalicəni də eləmək lazım. Həkimin tövsiyələrinə də əməl etmək lazım. Yəni biz burada demirik həkimlərə getməyin, sadəcə psixoloqdan seans alın, yox. Eyni paralel olaraq həm müalicəni etməlisiniz, həm də buradan da şifalanmalısınız. İndi bax görcüz deyirəm, yox. Məncə, yəni sən müalicə eləsən, sənin psixologiyan düzəlməsə, travmaların tapılmasa... Yox, əsas kökünə enmək lazımdır da. Kökünə enib onu təmizləməsən, müalicəni eləsən belə aylar sonra yenə təkrarlana bilər. Effekti olsa belə aylar sonra yenə təkrarlanır. Bəzi xəstəliklər var, məsəl üçün müalicələrlə sağalmır. Çünki niyə? Xəstəlik ilk öncə ruhda başlayır. Sən ruhda başlayan xəstəliyi bədəndən sağaltmağa çalışırsan, nə dərəcə düzgündür. Ona görə ruhunuzu da şifalandırın. Paralel baxın.